mən Fidan. Bu günə Sərbişdə dekor videosu seçirəm. Bundan əvvəlki videomuz yeni il üçün alışveriş videosuydu. Bu səfər də birlikdə dekor eləyəcəyik. Bu günləri yanımda bacım və qardaşım olacaq. Onlar bizə eşlik eləyəcəklər. Amma arxa planda da anamla atam da bizə kömək eləyəcək. Onda başlayaq. Birinci pərdən işıqlarını açmaqla başlayacağıq. Onlara atam və anam asacaq, çünki biz eləyə bilmirik. Qalan yolkanı qurmaqdır, yolkanın iquşqalarıdır və yolkanın altın dekorudur. Onları isə biz eləyəcəyik. Canım, indi biz qardaşımla anamgil orada işığı asarkən biz də qardaşımla keçərik ki, oyuncaqları falan göstərəcəyik. Birin mən, birin Yüzül göstərəcək. Orada Yüzül mənim qardaşımda 11 yaş var soruşanlar üçün. Yüzül biraz buraya kameranı çox yaxın olursan. İndi başlayaq. Birinci mən göstərirəm. Bizim belə balerinimiz vardı. Bu mənim göstərdiyim. Yüzül birini sən seç. Yolkanın başına taxırlar. Bu yolkanın başına taxmalıq belə ulduzlar. Bu arada arxa planda səs çox gələ bilər. Anam gül orada işığını tokan atmağa çalışırlar. İndi mən ikinci olaraq da bu belə zərlərimiz vardı. Bunu seçirəm. Amma bu arada bunların çoxunu biz yolkaya bu il vurmayacağıq. Çünki bu il yolkanı biraz sadə saxlamaq istəyirik. İndi Yüzül sən seç, birini göstər. Və şaxta baba. Bu cücəyə vurulur. Bunu pəncərəyə vururlar. Sonra mən ikinci olaraq da belə bir oyuncaq vardı. Bunu Bravo'dan almışıq keçən il. Belə. Məncə bunu da çox qəşəngdir. Da xərcə var içində. Bunun bacıma 4-cü sinifdə hədiyyə vermişlər yeni il içində belə. Bunu da böyük ehtimal bu il yolqadan asmayacağıq, amma belə vardı, bunu da göstərmək istədim. İndi mən seçirəm. Mən də bu səfər belə ulduz var. Bunlardan bu arada çoxdur, sadəcə biz hərəsindən bir-bir göstəririk. Məsələn, bu da belə ulduz. Bir dənə də belə pəncərəyə asılanlardan var. Pəncərəyə asılanların bəyək şaxta babalısının eynisinin bu rəngi. Yolkası. Sonra balerindən bir dənə də vardı. Onu da belə götürmüşkən. Bir dənə də belə bir dənə sarı yolkaya. Sonra belə qızıl rəngli olanlar var. Belə bunlardan var. Bunlar belə dəst halındadır. Məsələn, bunun zərlisi var, zərlisi var, full zərli olanı var. Yəni çeşid burada çoxdur. Sonra mənim ən sevdiklərimdən, bu da keçən Bravo'dan almışdıq. Belə konfet formalısı. Bunun eynisində bir dənə də olmalı. Bunu sevirəm. Ən sevdiklərim. Yüzkan ən sevdiyiniz. Sonra bir dənə var. Bunun bəzəyi çox qəşəngdir. Bunun bəzəyinə baxın, çox qəşəngdir. Mən bunu da çox sevirəm. Bu da belə qar kimidir. Sonra bu konfetdən bir dənə də var. Sonra başqa. Hamısı eyni şeylərdir, yəni eyni məsələn qızılın. Bunlar. Sonra bir də belə tip bantiklərimiz var, belə digərlərindən fərqli olaraq. Altdan hamısı ancaq bantikdir. Belə var. Daha qırmızıdır belə üstündə yolka kimi. Qəşəngdir. Son, yəni bu qədər idi. İndi gedək görək işığı neynədilər. İndi pərdədən asmağa çalışıq. Xəzə bir uzundan tutubdu. Atam da digər tərəfdə durubdu. Bundan bəzəklərini sizə belə göstərim. Bunlar da keçənlərdən yolkadan qalanlar idi. Yəni keçənlərki bayramdan qalanlar. Belə corablar vardı. Sonra belə hədiyyə paketləri, belə maskalar falan. İndi bunları kənarlarına qoymuşuq ki, artıq yer tutmasınlar. Bu keçənlərlə qalan varmış ki, biz bu il yenə aldık. Artıq oldu bunlar. Sonra biz belə hədiyyələr eləmişdik. Bunlar belə yolkanın altına qoymağa. Mənə çox qəşəngdir. Bu keçən Sivacım Sevdan hədiyyəsi idi. Keçənlərdən qalıbdı və bu il çıxartıram. Yadımdan çıxıb qalıb. İndi bu il geyimə nəsib olacaq. Sevda bu videonu izləyirsən. Seç bizi. Canım, indi bu işığı sizə toka taxıb göstərəcəm. Bir dəqiqə. Buna baxın, çox qəşəngləri. Burada işığı asmağa atama kömək edirəm. Arxa fonda musiki var deyəni buranın səsini kəsdim. İndi bunu açılışını eləyəcəyik. Burada pərdənin üzərinə qızılı rəngli olan bantikləri asıram.
kombinim, uyum. İndi bunu bir-bir açacağıq. Bunları bir-bir ayıracağıq. Bunun burası deşi olmadı. Heç bir düşüncəsi. Burada yolkanın budaqlarını bir-bir açacağıq. Ona görə buraları sizə 2x ilə izlədib arxa fona mahnı qoyacağam. Yolkanın birinci hissəsi belə hazırdır. İndi ikinci hissəsini taxacağıq. Bir sonuncu hissəsində mən atacağım. Bunu ən sonunda atam gibi taxacaq. Bunu mən belə bir-bir atacağım. Bu da belə sonuncu hissəsi oldu. Balaca yolka oldu bu arada bu belə. İndi bu ışığı belə açırıq. Bunu belə edirik. Bu 50 metrdir. Prosta yəni yolkaya çox qalacaq. Yəni yolka full ışıq olacaq ancaq. İşıqlar belə doluyuruq, amma bilsiniz çox uzundur yəni, biraz belə qəribə görünür. Amma inşallah qəşəng olacağını ümid edirik. Papaq seç məncə. Qəşəng olsun da. Qəşəng olar. Papaq seç məncə o 20-lik başına.
yolkanı saat 2-yə qədər qurduğumuz üçün sonra mən yatıb qalmışam. Və videonu indi bitirirəm. Ümid edirəm video xoşunuza gələr. Başqa video və vloglarımda görüşmək üzrə. Öptüm, bay bay.